Sonda bizim podkastımızın belə bir ənənəvi sualı var. Həyatımız bir səhnədir, Fəmalə xanım. Hər birimizin bir rolu var. Günün sonunda bu səhnə, bu pərdə bağlanır. Siz özünüzlə günün sonunda bunu analiz etsəz, hansı səhnədə, hansı rolu mükəmməl rol kimi canlandırdığınızı düşünürsünüz və yaxud harda bir əksikliklər olduğunu düşünürsünüz? Hansı rolda? Mən düşünürəm ki, heç bir rolu mükəmməl eləyə bilmirəm. İstər işdə olsun, istər analıq olsun, istər xanımlıq olsun. Mükəmməl deyə bir şey yoxdur. Bacardığımızı edirik və müəyyən səhvlərimiz də olur. O səhvləri də normal qarşılamalıyıq. Çox maraqlı bir anlayış var psixologiyada, öz şəfqət anlayışı. Deyir ki, özünüz şəfqətli olan insanlar o insanlardır ki, başına bir iş gələndə, nəyisə doğru etməyəndə, nəyisə yanlış edəndə, nəyisə bacarmayanda bunu ortaq insanlıq halı kimi görsünlər. Yəni insanıq, səhvlərimiz də olur, doğrularımız da olur. Nəyisə yaxşı etməyə çalışaq, amma yəni olmaya da bilər. Əsas odur fərqinə varaq. Fərqinə varaq, bunu bir də icra edək.